Bismillahirrahmanirrahim. Allahümmə salli ala Muhammed və ali Muhammedin və accil fərəcəhum. Adımı dəyişirəm. Mən adımı dəyişəndən sonra heç kəsə adımı deməyəcəyəm. Bundan sonra kim mənim üçün sehr, cadu edirsə, heç vaxt mənə təsir etməyəcək. Belə bir söz var, yayılıb sosial şəbəkələrdə. Bizdən də tez-tez soruşurlar. İndi bu günləri fürsət elədim, istəyirəm bu videonu sizlə paylaşam ki, həqiqətən də bunun bir faydası var yoxsa yox. Cavab mənfidir. Yəni bunun heç bir faydası yoxdur. Çünki sənə sehr, cadu eləyən hansı adla tanınırsansa, həmin ada, indi ata adı, ana adı lazım olursa, həmin ada sehir, cadu edir. Və bu cadugərliklə məşğul olan həmin kafir insan, kafir cinlə birləşir, çünki kafir çağırırdı öz yanına. Birləşir ondan, sənin adı və sənin şəkli və yazır və həmin kafir cini məmur edir ki, sənə mane olsun, sənin üçün problemlər yaratsın. Əgər uzaqdan təsir etmək istəsə. Yox, əgər yeməyivə qatacaqlar, suyuvə qatacaqlarsa, ya şifayı oxuyub sənə üfürəcəklərsə, sənin adın nə olursa olsun, hətta adın olmasa belə, yenə öz təsirini göstərəcəkdir o. Bir dənə virus təsəvvür edin, məsələn, koronavirus. Bəyəm koronavirus kimisə evinə gələndə baxırdı ki, bunun vəzifəsi var yoxsa yox, bunun adı nədir, soyadı nədir. Kimə istəsəydi, təsir etsəydi, edirdi də artıq. Sən qorunmalısan. Sehr caduda da bu cürdə qorunmağın lazımdır. Özünü qorumalısan muhtəbər dualarla, herzlərlə, özünü qorumalısan oxumaqla, özünü qorumalısan ibadətlə, itaətlə, sədaqə verməklə və digər şeylərlə. Yoxsa adımı dəyişim, gizlin saxlayayım, sehr cadu mənə təsir etməz. Bunlar hamısı absurd. Yəni, bihudə, əbəs şeydir. Heç bir əsası da yoxdur. Hansı adla tanınırsansa, hansı adla məşhursansa cəmiyyətdə, həmin ad kifayət edir. Bu kimi şeylərlə də, boş bihudə işlərlə də məşğul olmayın. Onlar ki, bizə müraciət eləmək istəyirlər, WhatsApp-da müraciət eləsinlər. Mənim xahişim budur. Digər səhifələrdə, Facebookda, Instagramda və digər yerlərdə mən suallara cavab verə bilmirəm. Vaxtım da yoxdur buna. Siz maşallah çox məntəq. WhatsApp-da yazın, imkan qədər fürsət düşdükcə sizə cavab verəcəyim inşallah. Bunlar hamısı bir tərəfə. O ki, önəmlidir, Həzrət İmam Zaman, ərvahına ləhul fəda. O Həzrətlə həmişə dua edin. Əgər Həzrətlə ünsiyyətiniz möhkəm olarsa, heç bir sehr, cadu bizə təsir eləyə bilməz. Videolarda maksimum paylaşın. Allah sizə öz pənahında saxlasın həmişə.